Salamlayıram hər kəsi müəllimlər. Bu günləri sizə 29 sentyabr 2025-ci il sertifikasiya müsahibə suallarının izahını təqdim edirəm. Müəllimlərimizin bizə bugün məlumat olaraq təqdim etdiyi suallara əsasən təlim məqsədi soruşulub, refleksiya soruşulub, interaktiv dərs haqqında soruşulub və həmçinin də icmala uyğun şəkildə məqsədlərin deyilməsi, refleksiyanın necə reallaşdırılması soruşulub. İndi isə keçirik sualların izahına. Təkrar sualların bilirsiniz ki, izahını təqdim etmirəm. Əvvəlki videoları nəzər salaraq dinləyə bilərsiniz. Birinci sualımız elə belədir. İnteraktiv dərs nədir? Müəllimlər, yadda saxlayın ki, interaktiv dərs şagirdlərin dərs prosesində daha fəal iştirak etməsini təmin edən bir dərsdir. İnteraktiv dərsdə belə deyək, müəllim-şagird arasında, həmçinin şagird-şagird arasında qarşılıqlı əlaqəni artırılmasıdır. Aktiv şəkildə qurulmasıdır. İnteraktiv dərsin məsələn əsas xüsusiyyətlər olaraq biz nəyi götürürük? Deyirik ki, həm müəllim-şagird arasında aktiv əlaqə yaranır, ünsiyyət qurulur. Burada müəllim sadəcə məlumat ötürən, şagird isə passiv dinləyici kimi qeydə alınmır. Əksinə, şagird özü də aktivdir. Məlumatı hazır şəkildə deyil, özü araşdıraraq öyrənir. Həmçinin də şagird arasında aktiv həm əlaqənin, həm ünsiyyətin, həm əməkdaşlığın və digər bacarıqların da formalaşması üçün şərait yaranır. Yəni, bir sözlə, interaktiv dərsdə müəllim fasilitator olur. Şagird isə aktiv olaraq öz fəallığını inkişaf elətdirir və təqdim edir. Həmçinin də interaktiv dərsdə qrupla iş böyük bir əhəmiyyət daşıyır. Çünki qrupla iş sadəcə bir iş forması deyil, burada müxtəlif bacarıqlar şagirdlərdə formalaşır. Ünsiyyət, əməkdaşlıq, rəy vermə qabiliyyəti, birgə öyrənmə, sosiallığa açıq olmaq və s. komanda ilə işləmə, liderlik bacarığı bunlar öz əksini tapır. Daha sonra texnologiyadan istifadə etməyi öyrənir burada şagirdlər. Əlbəttə ki, hər bir fənnin özünə məxsus olan resursları var ki, orada texnologiyadan geniş istifadə edilir. Məsələn, informatikadır, fizikadır və yaxud digər fənlərdir ki, orada İKT-dən, texnologiyadan geniş istifadə edilir. Şagirdlər burada problemlərin həllini müəllimdən deyil, problemləri özləri həll edərək öyrənirlər. Bayaq dediyim kimi, müəllim fasilitatordur, istiqamət verir, yol göstərir. Şagirdlər isə həmin problemlərin həllini özləri tapırlar. Ən səmərəli yolları özləri tapmağa çalışırlar. İnteraktiv dərs şagirdlərdə müxtəlif bacarıqların formalaşdırılması məqsədi ilə müxtəlif iş formaları, müxtəlif iş üsulları, müxtəlif təlim metodları və taktika strategiyalardan istifadə edərək şagird yönümlü təlimin qurulması, şagirdin inkişafının təmin edilməsidir. Keçid alırıq digər sualımıza. Digər sualımızda belədir. Refleksiya nədir? Refleksiyanı necə reallaşdırırsınız? Öncə deyək ki, refleksiya şagirdin dərsi nə dərəcədə mənimsədiyini ortaya çıxaran bir məqamdır. Həmçinin də müəllimin təlimi nə dərəcədə keyfiyyətli, effektiv qurmasının yoxlayan bir məqamdır. Buna görə də refleksiya təkcə şagird üçün deyil, həmçinin də müəllim üçün böyük bir əhəmiyyət daşıyır. Refleksiya nəticəsində bugünkü təlim nəticəsinə nə dərəcədə çatdığımızı biz yoxlayırıq və əgər düzgün şəkildə addımlamamışıqsa, bu zaman yenidən digər asan yollarla yenidən şagirdə izah verilir, təqdim olunur, nümunələr, tətbiq təşkil edilir ki, şagird bunu mükəmməl şəkildə anlasın. Refleksiyaya biz bəzən özünü qiymətləndirmədə deyirik. Refleksiya iş üsullarımız əsasən 3-2-1 və BIB istifadə edilir. Vasitə olaraq isə deyirik çıxış bileti, cümlə kökləri, şəxsi jurnallar, müzakirə, müsahibə və ən məşhur hamınızın bundan istifadə etdiyi sual-cavabdan da istifadə eləmək olar. Keçid alırıq digər sualımıza.
Və bir də deyim ki, refleksiya dərsinin sonuncu mərhələsi kimi əvvəllər nəzərə alınırdı. İndi refleksiya istənilən mərhələdə aparıla bilər. Hətta müəllim istədiyi zamanı özü seçir ki, təlimin hansı hissəsində refleksiya aparacaq. Məsələn, təlim bir neçə hissədən ibarət olacaqsa 45 dəqiqə, hər hissədən sonra refleksiya aparmaq imkanı var. Sualımız belədir. Qiymətləndirmə meyarlarının əhəmiyyəti və tədrisə təsiri nədən ibarətdir? Müəllimlər, qiymətləndirmə meyarlarının əhəmiyyəti. Meyar təlim məqsədinə əsasən təşkil edilir. Şagirdlərdə hansı bilik bacarıqlar formalaşdırılıbsa, həmin bilik bacarıqlar da ölçülür. Yalnız biz bir şeyə diqqət etməliyik. Meyarların əhəmiyyəti nədən ibarətdir? Əsas meyarların əhəmiyyəti ondan ibarətdir ki, biz şagirdləri hansı bacarıqlara görə ölçəcəyiksə, bunu öncədən təyin edirik. Bilikdə hansı xüsusiyyətlər nəzərə alınmalıdır, şagirddə hansı bacarıqlar qiymətləndirilməlidir. Bu da əlbəttə ki, təlim məqsədində nəyi mənimsətmişəmsə, onu da ölçəcəm və bunlar da mənim meyarlarımdır. Meyar olmasa, şagirdi hansı xüsusiyyətlərə görə ölçəcəyimiz məlum olmaz. Tədrisə təsiri nədən ibarətdir? Meyarlar olmadıqda şagirdlər nəyə əsasən biz qiymətləndiriləcəyik deyə onlarda da bir maraq oyanır və demək olar ki, nəticəni almaqda çətinlik çəkəcəklər. Bilməyəcəklər ki, bu tapşırıqda əsas nələrə diqqət yetirməliyik ki, biz, belə deyək, əla səviyyədə qiymətləndirilək. Və biz meyarlar üzrə, səviyyələr üzrə qiymətləndirmə aparsaq da, sonda rəy formasında şagirdə təqdim edirik və gündəlikdə bu öz əksini tapır. Keçid alırıq digər sualımıza. Sinifinizdəki şagirdlərdən birinin valideyni övladının təhsilinə laqeyd yanaşır. Bu vəziyyətdə siz nə edərsiniz? Biz hər zaman demişik ki, müəllim təkcə şagirdlərini deyil, həm də şagirdlərin valideynlərini maarifləndirməlidir. Müəllimlər daim valideynlərdə əməkdaşlıq etməlidir. Bu müəllimin vəzifəsidir. Valideynə izah etməliyik ki, təkcə övladının geyimi, onun qidalanması, onun təhlükəsizliyi deyil, həmçinin də təhsilinə mütləq şəkildə nəzarət etməlidir. Əgər övladının bir şəxsiyyət kimi yetişməsini istəyirsə, onun etdikləri kifayət etmir. Mütləqdir ki, təhsilinə də nəzarət etsin, diqqətlə yanaşsın, bir növ deyək, müəllimlə birlikdə əməkdaşlıq edərək övladının inkişafını təmin etsin və bu zaman onun övladı şəxsiyyət kimi yetişəcək. Yəni, bunu valideynə izah etmək, onun müəyyən qədər maarifləndirmək biz müəllimlərin öhdəsinə düşür. Müəllimlər, bildirim sizə ki, təlim məqsədi refleksiya soruşulanda, onun izahı soruşulandan sonra sizin öz seçdiyiniz icmala əsasən təlim məqsədlərini təqdim edin, refleksiyanı necə reallaşdırmısınız təqdim edin deyə də soruşulur. Və bugün bizim bir müəllimimiz də, Şahin müəllim də gəldi bildirdi ki, heç də müsahibə həyəcanlanası bir məqam deyil. Çünki burada öyrəndiyimiz, nəzər yetirdiyimiz sualların cavabları bizim üçün kifayətdir. Və həyəcanlandırmayın özünüzü, kanalımıza abunə olun, izləyin, şərhlərinizi yazın və kanalımıza baxaraq, izləyərək özünüz üçün qeydlər götürün ki, inşallah bu sizə böyük bir kömək olacaq. Və həyəcanlanırsınız, nitqinizdən narazısınızsa, buyurub nitq təlimlərimizə qoşula bilərsiniz. Nitq təliminin müddəti yalnız 1 ay təşkil edir və çox münasib bir qiymətədir ki, həm nitqiniz formalaşacaq, auditoriya qarşısında çıxış edə biləcəksiniz, nitqiniz korreksiya ediləcək, səhvlər aradan götürüləcək və müəyyən məqamlar var ki, lingvistika və onun əsasları sizin çıxışlarınızda böyük önəm daşımağınız da burada nəzərə alınır. Buyurub müraciət edə bilərsiniz və öz nitqinizi formalaşdırsanız, hamı sizi dinləməkdən zövq alacaq. İzlədiyiniz üçün təşəkkür edirəm.